Qədir gecəsi, qədri, qiyməti bilinən gecə. Bismillahirrahmanirrahim. Qədir ərəbcə mənşəli olan bu kəlmə güc, qüdrət, dəyər və qiymət mənalarını daşıyır. Qədir, qiyməti bilinən, dəyəri dərk edilən müqəddəs bir zaman dilimidir. Allah Cəllə Cəlaluhu bu gecəni Qədir gecəsi adlandıraraq, onun dəyərini, ucalığını və şərəfini bizə bəyan etmişdir. Təfsir alimləri qeyd edir ki, bu gecə şərəfi, ucalığı və ilahi qiyməti səbəbi ilə Qədir gecəsi adlandırılmışdır. Allah Cəllə Cəlaluhu Quran-ı Kərimdə Qədir gecəsi haqqında belə buyurur. Estağfirullah. İnna enzelnahu fi leyletil qadr. Ve ma edrake ma leyletul qadr. Leyletul qadr hayrun min elf şehr. Tenezzelul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli emr. Selamun hiye hatta matla'il fecr. Həqiqətən biz onu, Qur'anı Qədir gecəsində nazil etdik. Sən hardan biləsən ki, Qədir gecəsi nədir? Qədir gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh, Cəbrail, Rəbbinin izni ilə hər bir iş üçün yer üzünə enərlər. O gecə dan yeri ağarana qədər sülh və səlamətlikdir. Bu ayələr bizə göstərir ki, Qədir gecəsinin böyüklüyü insan idrakını aşacaq qədər uca və dərindir. Elə məhz buna görə də Allah Cəllə Cəlaluhu buyurur, sən hardan biləsən ki, Qədir gecəsi nədir? Yəni, bu gecənin həqiqi dəyərini yalnız Allah bilir. Bu gecənin qədrini bilənlərin də qədrini Allah Cəllə Cəlaluhu bilər. Kim bu gecənin qədrini bilərsə, Allah da onun qiymətini, qədrini ucaldar, bilər. Kim bu gecəni imanla, ixlasla, qulluq və ibadətlə keçirərsə, Allah onu öz xüsusi mərhəmətinə məzhər eləyər. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, kim Qədir gecəsini imanla və savabını yalnız Allahdan umaraq ihya edərsə, onun keçmiş günahları bağışlanar. Bu nə böyük müjdədir. Bir bəndə üçün Rəbbinin qatında bağışlanmaqdan daha böyük bir mükafat varmı? Qədir gecəsi ilahi lütflərin yağmur kimi yağdığı bir gecədir. Allah iman edən qullarına sanki bir sultan kimi rəftar edər bu gecədə. Onların keçmişinə baxmaz, qüsurlarına baxmaz, yalnız qəlblərinə baxar. Bu gecə səma qapıları açılar, rəhmət sel kimi yağar, mələklər yer üzünə enər və möminlərin ibadətlərinə şahidlik edər. Nə üçün Quran-ı Kərim məhz bu gecədə nazil oldu? Çünki Allah Cəllə Cəlaluhu ən qiymətli neymətini ən qiymətli zamanda bəxş edər. Quran bəşəriyyət üçün böyük bir hidayət nurudur. Allah bu nuru, bu işığı məhz Qədir gecəsində dünya səmasına endirmişdir. Bu isə bizə belə bir mesaj verir. Əgər Allah ən böyük hədiyyəsini bu gecədə vermişdirsə, deməli bu gecədə bizim üçün daha necə böyük mükafatlar vardır. Bu gecə qərar gecəsidir. Bu gecə Cənab-ı Allahın təqdir gecəsidir. Hətta bir illik hadisələrin mələklərə təqdim edildiyi ilahi qərar gecəsi olduğu söylənilir. Elə isə biz də bu gecəni öz həyatımızın dönüş nöqtəsinə çevirə bilərik. Bir günahı tərk etməyə qərar versək, pis bir xislətdən imtina etsək, təmiz bir həyata bağışlamağa, təmiz bir həyata başlamağa niyyət etsək, bəlkə də bu bir gecə bütün ömrümüzə bərabər, bütün bir ömrə bədəl ola biləcək bir gecə olar. Bu gecənin duasının nə olması haqqında Həzrəti Ayşə radiyallahu anhə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmə soruşur ki,
Ya Rasulallah, əgər Qədr gecəsinə rast gəlsəm, bu gecə necə dua etməm lazımdır? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, de ki, Allahümmə innəkə afuvun tuhibbul affə fa'fu anni. Allahım, sən əff edərsən, əff edənsən, əff etməyi sevərsən, məni də əff eylə, məni də bağışla. Deməli, bu gecənin ən böyük qazancı Cənab-ı Allahın bizi əff edib bağışlamasıdır. Elə isə bu gecə tövbə gecəmiz olsun. Qədr gecəsi yalnız bir gecə deyil, bir həyatın dönüş nöqtəsidir. Ramazanla bağlı da demişdik. Əgər bir insan Ramazanı yalnız ac qalmaqla keçirirsə, Quranla qidalanmırsa, namazla dirçəlmirsə, belə bir Ramazan o insan üçün gəlsə nə olar, gəlməsə nə olar? Demək, bu kimi fürsət zamanlarında əsl məsələ zamanın qədrini, qiymətini bilməkdir. Fürsətin qədrini bilməkdir. Qədr gecəsinin gizlədilməsinin ilahi hikməti də buna işarət edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Qədr gecəsinin Ramazanın son 10 gününün tək gecələrində olduğunu qeyd edir. O son tək gecələrdə axtarılmasını buyurur. Bu isə bizə belə bir dərs verir. Yalnız bir gecəni deyil, bütün gecələri Qədr gecəsi bilməliyik. Bu gecə səmadan rəhmət yağışları yağarkən quru qalanlardan olmayaq. Bu gecə mələklər yer üzünə enərkən qəflətdə olanlardan olmayaq. Bu gecə Allah bağışlamaq istəyərkən üz döndərənlərdən olmayaq. Bu gecə yenidən doğulmaq üçün ilahi bir fürsətdir. Allahım, bizi Qədr gecəsinin qədrini bilən, onu ibadətlə, tövbə ilə, dua ilə dirildən bəndələrindən eylə. Amin.